Salam, hər vaxtınız xeyir olsun. Bugün monitorinq təbiət suallarının izahına mən Şəfəq müəllimə ilə birlikdə baxırıq. Birinci sual. Döş qəfəsi hansı orqanlar üçün qoruma funksiyasını yerinə yetirir? Təbii ki, döş qəfəsi cüt ağciyərlər və ürək üçün qorunma funksiyasını həyata keçirir. Aşağıdakı variantların birində uyğunluq pozulmuşdur. Tənəffüs zamanı qəbul edilən hava A variantı tərkibində oksigen daha çoxdur. Bu fikir doğrudur. Çünki 21% oksigen qəbul edirik, amma 16% xaric edirik. Buna görə də bu fikir doğrudur. Tərkibində su buxarı biz uyğunluq pozulmuşdur, onu tapırıq. Tərkibində su buxarı daha çoxdur. Bu yanlış bir fikirdir. Çünki qəbul etdiyimiz havada su buxarının miqdarı azdır, xaric etdiyimizdə isə daha çoxdur. Tərkibində karbon qazı daha azdır. Fikri doğrudur. 0,3% qəbul edilən havada karbon qazı var. Amma xaric etdiyimizdə bədəndə gedən bir çox metabolizm prosesləri nəticəsində karbon qazının miqdarı artmış olur və 4% xaric etmiş oluruq. Nisbətən sərindir. Fikri doğrudur. Çünki biz nəfəs aldıqdan sonra müəyyən müddət bizim ağciyərimizdə qalaraq temperatur bədən temperaturumuza yaxınlaşacaq. Nəfəs verdikdə verdiyimiz havadakı temperatur daha yüksək olmuş olacaq. Deməli, bu fikirlər doğrudur. Bədən temperaturu təsir etmir. Fikri doğrudur. Çünki tənəffüs zamanı ilk qəbul edilən havaya hələ bədən temperaturu təsir etməmişdir. Amma verdiyimiz havada təsir etmiş olacaq. Çünki müəyyən müddət bayaq da dediyimiz kimi ağciyərdə qalmışdır və bədən temperaturuna yaxınlaşmışdır. Verilən xüsusiyyətlərdən biri quşlara aid deyildir. Dişləri olmur, lakin dimdiyi var. Fikri aiddir. İki qanadlı olur, lakin bütün quşlar uça bilmirlər. Bu da doğrudur. Məsəl üçün, pinqvin uça bilmir. Yaxşı üzmə hərəkətləri edə bilir. Dəvə quşu uça bilmir. Yaxşı sürətli hərəkət edə bilir, qaça bilir. Bədən lələklərlə örtülü olur. Bu fikir də doğrudur. Bu da uçarkən bədənin daha yüngül olmasını təmin etmiş olur. Soyuqqanlı canlılardır fikri yanlışdır. Soyuqqanlı canlılar balıqlar, sürünənlər, suda quruda yaşayanlar bu kimi canlılardır. Amma yadınızda saxlayın ki, quşlar və məməlilər isə istiqanlıdırlar. Yumurta qoymaqla çoxalırlar. Bəli, bütün quşlar yumurta qoymaqla çoxalırlar. Bir dənə olsun belə nümayəndələri yoxdur ki, onlar diri bala doğsunlar. Dördüncü sual. Aşağıda göstərilən heyvanları birləşdirən əlamət. 1 hörümçək, 2 kalmar, 3 kəpənək. Məməllərə aid deyil, suda quruda yaşayanlara aid deyil. Hər biri onurğasızlara aiddir. Onların daxili skeleti yoxdur. Ona görə də onurğasızlara aiddir. Həşəratlar burada hörümçək, kalmar həşərat deyil, kəpənək həşəratlara aiddir tək. Ona görə aid deyil, sürünənlərə heç biri aid deyil. Hansı halda zərrəciklər nizamsız düzülür və sərbəst hərəkət edir? Zərrəciklər nizamsız düzülən maye və qazlarda nizamsız düzülür. Lakin mayedə qismən hərəkət sərbəst olur, amma qazlarda tam olaraq sərbəst hərəkət etmiş olacaq. Şəklə əsasən uyğunluğu müəyyən edin. Birinci şəkildə baxırıq ki, qaz verilmişdir və burada isə maye halı verilmişdir maddənin. Qaz halından maye halına keçilməsi kondensasiya adlanır. Maye halından qaz halına keçməsi isə buxarlanma adlanır. Yəni cavabımız D variantı olacaq. Uyğunluğu müəyyən edin. Mayələr, bərk maddələr. Zərrəciklər nizamsızdır. Mayələrə gedəcək. Zərrəciklər nizamlıdır. Bərk maddələrə gedəcək. Sabit forması yoxdur. Mayələrə gedəcək. Sabit forması var. Bərk maddələrə gedəcək. Biz bilirik ki, əgər mayeni müxtəlif qablar qoysaq, hər dəfə eyni mayeni digər qabların içərisinə töksək, bu zaman hər qabın forması necədirsə, o şəkildə almış olacaq. Amma bərk maddəni eyni qablara daxil etsək, bu zaman yəni bərk maddənin formasında heç bir dəyişiklik olmayacaq. Sabit həcmi yoxdur, bu qazlara aiddir. 1AC, 2BD cavabımız C variantıdır. Əl fənərində hansı enerji çevrilmələri baş verir? Təbii ki, əl fənəri batereya ilə çalışdığına görə batereyada kimyəvi enerji olur və batereyanı yandıran zaman o işıq saçır və ətrafa istilik vermiş olur. Demək ki, kimyəvi enerji işıq və istilik enerjisinə çevrilmiş olacaq. Cavabımız B variantıdır. Bərpa olunan enerji mənbəyi hansıdır? İki cür enerji mənbəyi var. Tükənən enerji mənbəyi, tükənməyən enerji mənbəyi. Və bizdən də soruşulur ki, tükənməyən enerji mənbəyini tapaq ki, bu da küləyə aiddir
və onlar bərpa olunan enerji mənbəyi növüdür. Amma neftdir, qazdır, kömürdür, torfdur, bunlar bərpa olunmayan enerji mənbələrinə aiddirlər. İnsan ürəyi haqqında hansı fikir doğrudur? İnsanın ürəyi 2 şöbədən yox, 4 şöbədən ibarətdir. Ürək qanı mədəciklərdən qəbul edir. Fikri yanlışdır, damarlardan qəbul edir. Mədəciklər qanı ağciyərlərə və bədənə qovurlar. Doğrudur. Mədəciyin sol mədəcik hissəsi qanı bədənə qovur və təmiz qanla təmin etmiş olur bədəni. Sağ mədəcik isə çirkli qanı ağciyərlərə qovaraq onun təmizlənməsini təmin etmiş olur. Qulaqçıqlarla mədəciklər arasında cibə bənzər yox, taylı qapaqlar yerləşir. Hansı ki, sağ qulaqçıqla sağ mədəcik arasında 3 taylı qapaq, sol qulaqçıqla sol mədəcik arasında isə 2 taylı qapaq yerləşir. Yalnız insan ayıq olanda ürək ağciyərlərə qan qovur. Bu yanlış fikirdir. Demək ki, insan yatanda ürəyi dayanır. Belə bir fikir düzgün və normal deyil. 11-ci sual. Ülkər burnundan açılan qanın zəif, amma uzun müddət axması şikayəti ilə həkimə müraciət etdi. Həkim onun qan analizinə göndərdi. Həkim qanda nəyin miqdarına əsasən qan axmanın dayanmamasının səbəbini tapa bilər. Təbii ki, buradan biz belə bir nəticə çıxartmalıyıq ki, qanın laxtalanmasını təmin edən qan lövhəcikləridir və həkim də analizi əsasən qan lövhəciklərinin miqdarının az olması səbəbini tapacaq. Hansı variantdakı canlı patogen deyildir? Baxırıq cavablara ki, qrip virusu patogendir, dırnaq göbələyi patogendir, mikozlar törədir göbələklər, vərəm çöpü patogendir, vəba virusu patogendir. Burada bir dənə kif göbələyidir ki, o patogenlərə aid deyildir. Saprofit yolla qidalanan göbələklərə aiddir. Bakteriyaların hamısı üçün ümumi olan əlamət hansıdır? Yadınızda saxlayın ki, bütün bakteriyalar bir hüceyrəlidir. Digər variantlara baxsaq, gördük ki, xəstəlik törədirlər fikri yanlışdır. Əksəriyyəti əslində xeyirlidir bakteriyaların. Müəyyən qismi xəstəlik törədirlər. Əksəriyyəti bəli, rəngsiz ola bilər, amma onların rəngli formaları da var. Torpaqda yaşayırlar fikri hamısı üçün ümumi deyil. Çünki onların bəziləri südü qatığa çevirir, bəziləri xəstəliklər törədir. Elə hamısı bakteriyaların torpaqda yaşamır ki, dairəvidir fikri yanlışdır. Bakteriyaların müxtəlif cür formaları var. Məsəl üçün, ola bilər ki, kürə şəkilli koklar, spiral şəkillilər, spirillər, çöp şəkillilər, basillər, vergül şəkillər, vibrionlar ola bilər ki, deməli, bütün bakteriyalar üçün ümumi olan xüsusiyyət bir hüceyrəli olmasıdır. Şagirdlər müşahidə etdikləri göbələklərin bəzilərinin papaqların alt hissəsində dairələr, bəzilərində isə şüalar təsvir etdilər. Şəkildəki göbələkləri uyğun olaraq necə qruplaşdırmaq olar? Əlbəttə ki, dairələr müşahidə edilibsə, bu boru şəkilli göbələklərə aiddir. Əgər şüalar müşahidə edibsə, bu lövhə şəkilli olan göbələklərə aiddir. Biz bilirik ki, göbələklərdə sporlar papağın altında 2 hissədə yerləşə bilər. Ya borucuqlarda yerləşəcək, ya da lövhəciklərdə yerləşmiş olacaq. Cavabımız Y variantı. 15. Sıxlığı 25 qram bölünsün kub santimetr olan bir A cisminin kütləsi 5 qramdır. Yəni, R'su bərabərdir 25 qram bölünsün kub santimetr, M-i bərabərdir 5 qrama. A cisminin gəlin sıxlığını tapaq. Əgər Rho bərabərdir M bölünsün V-dirsə, buradan V-ni tapdıqda V bərabərdir M bölünsün Rho olar. M-imizin qiyməti, yəni M-i bölərik Rho-ya. M-imizin qiyməti 5 qramdır. Rho-muzun qiyməti isə bölərəm 25 qram bölünsün kub santimetrə. Qram qramla ixtisar gedər. 5-i 25-ə böldükdə 5-də 1, yəni 1-i bölərik 5-ə, olar 0,2 kub santimetr. Deməli, A maddəsinin həcmini tapdıq ki, 0,2 kub santimetrə bərabərdir. İndi gəlin, B maddəsinin R'su bərabərdir 20 qram bölünsün kub santimetr, kütləsi bərabərdir 4 qrama. O zaman V bərabərdir M bölünsün Rho düsturundan 4 qramı bölərik 20 qram bölünsün kub santimetrə. Bu zaman qramlar ixtisar gedər. 4-ü 20-yə böldükdə bərabərdir 0,2 kub santimetrə bərabər olacaq B maddəsi. Və buradan görürük ki, A maddəsi ilə B maddəsinin VA, VB, yəni həcmləri bir-birlərinə bərabərdir. Yəni 0,2 kub santimetr A-nın həcmidir, 0,2 kub santimetr B-nin həcmidir.
Gəlin indi cavab variantlarımıza baxaq ki, A cisminin həcmi B cisminin həcmindən böyükdür fikri yanlışdır. B cisminin həcmi A cisminin həcmindən böyükdür fikri yanlışdır. Və nəhayət ki, Y variantına baxdıqda A və B cisimlərin həcmləri bir-birinə bərabərdir variantını görürük. 16. Qazlarda diffuziyanın mayelərə nisbətən daha böyük sürətlə baş verməsinə aşağıdakı səbəblərdən hansı ilə izah etmək olar? Biz bilirik ki, qazlarda mayelərə nisbətən zərrəciklər arasında məsafə daha böyükdür. Bu böyük olduqda da qazlar bir-biri ilə hissəciklər rahat şəkildə, sərbəst şəkildə hərəkət edərək bir-birlərinin aralarına nüfuz edir və diffuziyaları daha sürətlə baş vermiş olur. Amma mayelər qazlara nisbətən hissəcikləri daha sıx yerləşdiyinə görə qazlara baxmış mayelərdə diffuziya nisbətən zəif şəkildə gedəcək. Deməli, biz buradan nəticə çıxardırıq ki, mayelərdə zərrəciklər arasında məsafə qazlardakından daha azdır. Ona görə də qazlarda diffuziya mayelərə nisbətən daha böyük sürətlə baş verirmiş. Mayeyə batırılan cismin mayeni itələmə qüvvəsi necə adlanır? Təbii ki, Arximed qüvvəsi adlanır. 18. Kütləsi 8 kiloqram olan, yəni M bərabərdir 8 kiloqram olan cismə ayda təsir edən ağırlıq qüvvəsi nə qədər olar? Ağırlıq qüvvəsi F bərabərdir mg düsturu ilə hesablanır. M-mizi verib 8 kiloqram. Onu biz çevirməliyikmi? Xeyr, çünki ay üçün J sabitinin qiymətini də baxırıq ki, kiloqramdan veribdir. Vururuq J sabitinin qiyməti 1,6 Newton bölünsün kiloqrama. Bu zaman kiloqramlar ixtisar gedir. 8-i 1,6-ya vurduqda elə cavabımız 12,8 Newtona bərabər olmuş olacaq. Buzun üzərinə qum tökülərsə aşağıdakılardan hansı baş verər? Biz bilirik ki, buzun üzərində sürüşmə qüvvəsi daha çoxdur. Bunu azaltmaq lazımdır ki, məsəl üçün maşın sürərkən maşının sürüşməsin, qəzalara səbəb olmasın. Buna görə də buzun üzərinə qum tökürlər ki, sürtünmə qüvvəsini artırsınlar. Sürtünmə qüvvəsini artıranda da sürüşmə qüvvəsi aşağı düşmüş olur. Deməli, sürtünmə qüvvəsi əslində artmalıydı. Bu fikir yanlışdır B variantı. Sürüşmə artmaz, əksinə azalar. Buzun üzərinə qum töküldükdə hərəkət çətinləşər. Yəni cavabımız D variantı olar. 20-ci sual. Torpaqların çirklənməsi probleminin həll olunması üçün sən nə edə bilərsən? Fikrini bir neçə cümlə ilə ifadə et. Əlbəttə ki, ay uşaqlar, burada öz fikirlərinizi qeyd etməlisiniz hər biriniz. Amma mən sizə bir-iki ideya belə verim ki, məsəl üçün yaza bilərik ki, təbiətdə gəzərkən torpağı çirkləndirməmək, plastik qabları, xüsusən polietilen torbaları təbiətə atmamaq lazımdır. Çünki biz bilirik ki, plastikdir, polietilen torbalardır. Uzun müddət torpaqda illərlə, neçə yüz illərlə torpaqda çürümədən qalmış olur. Məsəl üçün, təbiətə batareyalardır, elektron əşyalarıdır. Bunları atmaq olmaz, çünki təbiətdəki canlıları zəhərləyir, ən əsası torpağı zəhərləyir, torpağa ağır metalların buraxaraq zəhərlənməsinə səbəb olmuş olur. Və başqa belə bir şeylər edə bilərsiniz ki, bunun haqqında məlumatı olmayan dostlarınızı məlumatlandıra bilərsiniz. Sonra təkrar emala üstünlük verə bilərsiniz ki, məsəl üçün kağızlarda yazıldı, onları təkrar emal üçün toplamaq və təkrar emal üçün lazım olan yerlərə çatdırmaq lazımdır.